Vaxtınız xeyir. Dünya siyasəti yenə qaynar nöqtədədir. Diplomatlar danışır, amma nəticələri silahlar həll eləyir. Səhnədə görünənlər kimlərdir? Pərdə arxasında kimlər oyunu idarə edir? Nə baş verir də həqiqətləri açırıq. Diqqətiniz bizdə olsun. Yaxın bir saat ərzində bələdçiniz mən olacağım. Jale Həsənli. Tehran Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın İrana qarşı bəyanatından sonra Birləşmiş Ştatların İrandakı maraqlarının müdafiəçisi kimi İsveçrənin Tehrandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırıb. Tasnim agentliyinin yaydığı məlumatda bildirilib ki, Donald Trump'ın nüvə razılaşması əldə olunmadığı təqdirdə İranı bombalayacağı xəbərdarlığından sonra İran İsveçrə nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb və diplomata etiraz notası təqdim olunub. Görüşdə İran Xarici İşlər Nazirliyinin Amerika üzrə baş İdarəsinin rəisi İsa Kameli İsveçrə səfirliyinin müvəqqəti işlər vəkilinə etirazını bildirərək İranın belə təhdidlərə qəti şəkildə cavab verəcəyini bəyan edib. İsveçrəli diplomat İranın etirazını tezliklə Birləşmiş Ştatlar tərəfinə çatdıracağını bildirib. Qeyd edək ki, ötən gün Donald Trump Tehranın nüvə proqramları ilə bağlı razılığa gəlmədiyi təqdirdə İranı misli görünməmiş bomba hücumuna məruz qoyacağını xəbərdarlığını etmişdi. İranın ali rəhbəri Seyid Əli Xamneyi isə bəyan edib ki, Birləşmiş Ştatlar prezidenti İrana hücum edərsə güclü zərbə ilə üzləşəcək. Bir daha xatırladaq ki, Trump İranı nüvə sazişindən imtina edəcəyi təqdirdə misli görünməmiş bombardımanlarla hədələyib. Tehran Times qəzeti isə Trump'ın təhdidindən sonra yazıb ki, İranın yeraltı bazalarının yerləşdiyi bütün şəhərlərində raketlər buraxılış qruplarına yüklənir. Pandora qutusunun açılması Birləşmiş Ştatlar hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək deyə qəzet vurğulayıb. Verilən təhdid mesajları və yaxın şərqdə baş verən hadisələr fonunda Birləşmiş Ştatlar İran qarşı durması nə qədər realdır, mümkündürmü? Müharibə olacağı təqdirdə proseslər hansı formada inkişaf edəcək? Ətraflı süjetdə. ABŞ prezidenti NBC News-a müsahibəsində bildirib ki, əgər Tehran razılığa gəlməsə, heç vaxt görmədikləri bombardımanlar olacaq. Üstəlik Trump'ın bu təhdidləri ilk deyil. O, dəfələrlə Tehranın nüvə silahı hazırlamasının qarşısını ya bombardımanlarla ya da saziş imzalamaqla mümkün olduğunu bildirib. Lakin digərlərindən fərqli olaraq bu dəfə İran da Birləşmiş Ştatlara qarşı cavab təhdidi verib. İranın yeraltı bazalarının yerləşdiyi bütün şəhərlərdə raketlər buraxılış qurğularına yüklənir. İranın İngilis dilli Tehran Times qəzeti dünən ABŞ prezidenti Donald Trump'ın təhdidindən sonra yazıb ki, Pandora qutusunun açılması ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək. Uzun müddətli Birləşmiş Ştatlarla aralarındakı problemləri sülh danışıqları ilə həll etmənin tərəfdarı olduğunu bildirən İranın indiki məqamda təhdid mesajları verməsi təsadüfi deyil. Belə ki, yaxın şərqdəki proksi qüvvələrinin böyük hissəsini itirməsinə baxmayaraq, hazırda Husilər regionda Birləşmiş Ştatlara təhdid ola biləcək qədər fəaliyyətlərini artırıblar. Bundan əlavə Rusiya-Ukrayna cəbhəsində Birləşmiş Ştatlar və Avropa İttifaqı qarşı durmasına görə Moskvanın əlinin bir qədər yaxşılaşması Tehranın da vəziyyətinin nisbətən düzəlməsinə səbəb olub. Birləşmiş Ştatlar İranın hərbi infrastrukturuna ciddi zərbələr vurmaq istəyir. Həmçinin onu qeyd etmək lazımdır ki, İrana məxsus proksi qüvvə olan Husilər Hörmüz boğazında hal-hazırda böyük təhdidlər formalaşdırır və buna görə də İran həmin proksi qüvvələri yenidən daha da aktiv bir fazaya gətirə bilər. İndiki halda Birləşmiş Ştatların əsas məqsədi İranı siyasi, diplomatik və hərbi təzyiqlər ilə qorxuzmaqdan ibarətdir. Ancaq hələ ki geniş müharibə olacağı ilə bağlı proqnoz vermək olmaz. Amma Husilərin fəaliyyətini artırması və Moskvanın indiki geosiyasi vəziyyəti mümkün Birləşmiş Ştatlar İran qarşı durmasında Tehrana fayda verməyəcək. Çünki Avropa, Asiya, Yaxın Şərqdə eyni anda müxtəlif həmlələr həyata keçirən Trump administrasiyası geosiyasi vəziyyəti öz lehinə yenidən dizayn edir. İran və ona yaxın olan ölkələri sıradan çıxarır. Belə ki, Çinə müxtəlif təzyiqlər, sanksiyalar tətbiq etmək, eləcə də Tayvana dəstəyi artıraraq Pekinin bütün diqqətlərini öz üzərinə çəkməsinə səbəb olub. Eyni zamanda Hindistana F-35'lərin, həmçinin bir çox ABŞ istehsalı silahların satılması ilə bağlı təkliflərin irəli sürülməsi, Trump'ın Şimali Koreya lideri Kim Chen-inlə əlaqələrini düzəltmək istəyini bildirməsi kimi amillər də bu faktı gücləndirir. Hazırda hər nə qədər İranın arxasında durduğunu qeyd edən ölkə varsa, mümkün savaş senarisində çoxu Tehran rəhbərliyindən üz döndərmə potensialına sahibdir. Bütün bunların fonunda Molla rejimi Vaşinqtonla mümkün olduğu qədər müharibə riskindən qaçınmalıdır. Əks təqdirdə Birləşmiş Ştatların əsas hədəfi İranda rejimi devirərək Ağ Evə Sadiq Şah dövrünü bərpa etməkdir. Amerika Birləşmiş Ştatları İsraillə İrana qarşı müəyyən hərbi əməliyyatlar keçirə bilər. Məsələn, öz hərbi
aviadaşıyıcı gəmilərini, həmçinin İsrailə verdiyi Hunkerdağdan bombaları gətirib və bu proseslər təbii ki, İrana qarşı hərbi əməliyyatları özündə ihtiva edir. Amma əgər təzyiqləri göstərərsə, İran real təhlükəni hiss eləsə, təbii ki, müəyyən dərəcədə danışıqlara gedəcək. Amma gələcək perspektivdə İranla ABŞ-ın arasında müəyyən hərbi əməliyyatlar mümkündür. Amerika Birleşik Devletleri yakın zamanda İran'ın Rusya ve Çin ile olan ilişkilerinin bozulmasını temin için hamleler geliştirmektedir. Bununla yine İran'da Amerika'nın birinci öncelikteki yakın zamandaki hedeflerinden bir tanesi de Molla rejiminin değiştirilmesi ve kendisine daha yakın bir şah yönetiminin kurulmasına zemin hazırlamaya çalışmaktadır. Şahzat Pehlevi soyundan gelen birisinin İran'a getirilme hamleleri Amerika tarafından esasında uygulamaya alınmıştır. Göründüyü kimi dünyanın bir bölgəsində baş verən siyasi proseslər digər bölgələrə ciddi təsir edir. Hazırda isə Birləşmiş Ştatlar, Avropa, Asiya, Yaxın Şərq də daxil olmaqla bir çox regionda yeni oyunlar oynayır. Odur ki, eyni ilə Çin, Hindistan, Rusiya kimi İran da təmkinlə davranmalı, prosesləri doğru analiz etməlidir. Əks təqdirdə Vaşinqton istəyinə nail ola bilər.